hansı hallarda, yəni spesifik bir hallar varmı ki, sətən mütəxəssisi cinayət məsuliyyəti riski ilə üzləşir? Mən bu suala həm biraz gülməli, həm biraz maraqlı cavab vermək istəyirəm. Sətən mütəxəssisi əlbəttə ki, cinayət məsuliyyəti ilə üzləşə bilər. Bilirsiniz, məsuliyyət elə bir deyimdir ki, onu biz təyin eləmirik, onu məhkəmə təyin edir. Ola bilər bu inzibati məsuliyyət ola bilər intizam məsuliyyəti ola bilər cinayət məsuliyyəti ola bilər. Yəni o haldan hala dəyişən bir, vəziyyətdən vəziyyətə dəyişən bir haldır. Aha. Yox, əgər sətən mütəxəssisi cinayət riski, cinayət məsuliyyəti riski ilə üzləşibsə, deməli sətən mütəxəssisi ya kimisə vurub öldürüb, ya kimisə döyüb, ya kimisə üzr istəyirəm təhqir eləyib. Yəni bilirsiniz, biz sətən mütəxəssisləri nə edə bilərik ki, biz cinayət məsuliyyəti ilə, yəni üzləşə bilək də. Düzdür, üzləşə bilərik. Belə bir deyim yoxdur ki, xeyr, üzləşə bilmərik. Və ən əsası, yəni bu mənim o gülməli tərəf cavabım, maraqlı tərəfi isə biz əməyin mühafizəsi xidmətinin təşkili ilə məşğuluq. Yəni bu əməyin mühafizəsinə dair xidmətin təşkilinə tövsiyələrdə bizim əsas vəzifələrimiz vurğulanıb. Yəni, ikinci maddə bizim əsas vəzifələrimizdir. Orada deyir ki, yəni biz işə götürən əmək şəraitinin vəziyyətini yaxşılaşdırmalıdır və təhlükəsiz əmək şəraiti yaratmalıdır. Bu buna borcludur, işə götürən. Ancaq biz bir üçüncü göz kimi, bir sağ əl kimi rəhbərin əməyin mühafizəsi xidmətini təşkil eləməliyik. Yəni biz əgər bu xidməti təşkil eləmiriksə, əlbəttə ki, biz istənilən məsuliyyətlə üzləşə bilərik. Gözəl.